Salam. Bugün Kodere Test Bankından 2-5 bölməsinin testləri ilə davam edirik. Əvvəlcə baxaq 78-ci sualımıza. 78-ci sualda hesablamanın nəticəsini onluq sayı sistemində soruşur. Ona görə də bunların hər birini onluq sayı sisteminə çevirib alınan cavabları neyniyək? Toplayaq. 1, 6 onluq sayı sisteminə çevirəndə 16-lıqdan 1 vur 16 üstə gəlinsin A hərfinin qarşılığı 10'dur. 26 onluq sayı sistemində. 2, 5, 16'lıqdan çevirəndə olur 2 vuraq 16, üstə gələk 5. 16 üstə 0 yazmırıq, çünki 16 üstə 0 ilə onsuz da 1'ə bərabərdir. Oldu 37 onluq sayı sistemində. 1, 8, 16'lıqdan bərabərdir 1 vur 16. Üstə gəl 8, 24 onluq sayı sistemində. Və bunların hər üçünü cəmləsək, 26 üstə gəl 37, üstə gəl 24, bizə verir 87. Deməli, düzgün cavabımız olur D variantı. 79-cu sualda nə soruşur bizdən? 79-cu sualda 3 və N simvollarının 8'lik sayı sistemindəki kodlar cəmini soruşur. Kodlara baxırıq, buradan 16'lıq kodlar verilib bizə. Deməli, əvvəlcə 1'in koduna baxaq. 1'in kodu nə qədərdir? 1'in kodu 31'dir. Deməli, 3'ün kodu bundan 2 vahid böyükdür. Deməli, 3'ün kodu olur 31 üstə gəl 2, olur neçə? 33, 16'lıq sayı sistemində. İndi baxırıq N hərfinin koduna, balaca N'ın koduna. Böyük A hərfinin kodu 21'dir, balaca A hərfinin kodu 61'dir. Deməli, bunların arasındakı fərq nə qədərdir? 2, 0, yəni 20. 20 deməyək, 2, 0. Çünki 16'lıq sayı sistemindəki fərqdən söhbət gedir. İndi böyük N hərfinin kodu 4E-dirsə, balaca N hərfinin kodunu tapmaq üçün 4E-nin üzərinə 2 0 əlavə edirik, olur 6E. Deməli, balaca N hərfinin kodu olur 6E 16'lıq sayı sistemində. İndi bizdən bunların cəmini soruşur, amma 8'likdə soruşur. Ya hər ikisini onluğa çevirib, cəmləyib cavabı 8'liyə çevirə bilərik. Ya elə nəticələri 16'lıq sayı sistemində cəmləyib, sonra 8'liyə çevirə bilərik. Yəni elə 16'lıq sayı sistemində cəmləyək. 3, 3 və 6E-ni cəmləsək, E hərfi nədir? 14'dür. 14 ilə 3'ü toplayanda 17 eləyir. 17, 16'lıq sayı sistemində 1, 1 kimi yazılır. Yəni üstündən 16 çıxıram, 1 qalır. Yəni 17'yi 16'ya böləndə qalıq 1'dir, 1 yadda olur. 1, 3, 6'nı toplayanda eləyir 10, 10'daki A hərfi kimi yazılır. Deməli, nəticə nə olur? A1 16'lıq sayı sistemində. İndi qaldı bizim işimiz bu A1'i 16'lıq sayı sistemindən 8'lik sayı sisteminə çevirək. Əvvəlcə 2'liyə çevirək. A nə idi? 10'dur, 1, 0, 1, 0'dır. Bir də ki, 3 dənə 0, bir də 1 yazırıq. İndi mən bu ədədi 8'lik sayı sisteminə çevirəndə axırdan başlayıb 3 nə edirəm? Qruplaşdırıram. Birinci rəqəmin nədir? 2'dir. İkinci rəqəmin 4'dür. Üçüncü də 1'dir. 8'lik sayı sistemində. Deməli, düzgün cavabımız nə olur? 2, 4, 1. İndi baxaq növbəti sualımıza. Deməli, verilmiş kod cədvəlinə əsasən 7 və 5 simvollarının 16'lıq sayı sistemindəki kodları cəmini soruşur. Baxırıq, indi 9'un kodu nədir? 57'dir. Deməli, 7'nin kodu 7 bundan 2 vahid kiçik olduğuna görə kodun da üstündən 2 vahid çıxırıq. Deməli, 7'nin kodu olur neçə? 55. Bizdə 16 onluq sayı sistemində verilib bura. İkinci gəlirik hansının koduna? Balaca B hərfinin. A hərfinin kodu 65'dir. Burada fərqi əslində ASCII kod cədvəlində böyük hərflə kiçik hərfin arasındakı fərq onluq sayı sistemində 32'yə bərabərdir. Amma heç onu bilməsək də biz buradan da baxırıq. 2 dənə eyni hərf verir, bir böyük, bir kiçiyini verir. Balaca N'nin kodu 110'dur, böyük N'nin kodu 78'dir. 110'dan 78 çıxanda 32 qalır deyə. Deməli, böyük A-nın kodu 65'dirsə, böyük B-nin kodu 66'dır. Onda balaca B-nin kodu 66'nın üstünə 32 gəlirik, olur 98. Və bizdən bunların cəminin 16'lıq sayı sistemində qarşılığını istəyir. 55 və 98'i cəmləyirik.
8 ilə 5, 13 bir yadda. Bu da elədi 15. 153 onluq say sistemindədir. İndi biz onluq say sistemindəki 153 ədədini çevirək 16-lıq say sisteminə. Onun üçün nə edirik? 16-ya bölürük. 9 dəfə 16 elədi 144. 13-dən 4 çıxanda qalır 9. Deməli, nə yazılır bizdə? 9, 9, 16-lıq say sistemində. Baxaq 81-ci sualımıza. 81-ci sualımızdan davam eləyək. Aha. 81-ci sualda nə verib? 1A 2, 5, 8-likdə 1A 16-lıq say sistemində. Cavabı onluqda soruşur deyə yenə hamısını biz neyniyək? Onluq say sisteminə çevirək. 0, 1. O 1 vur 16 üstü 1. Üstə gələk. 10 vuraq 16 üstü 0'da. 16 üstü 0'da 1'dir deyə də onun təklik mərtəbəsində yazmırıq. 16 ilə 10'u toplayanda bu oldu 26. İkinci ədədimiz nədir? 2, 5, 8-likdən. Bu da eyni qayda ilə 0, 1 kimi yazsaq. 2 vur 8, üstə gələk 5, elədi 21. Üçüncü ədədimiz nədir? 18, onluq say sistemində. Bu da elə 18'dir. Və bunları cəmləsəm 26, üstə gələk 21, üstə gələk 18. 47 ilə də 18'i toplayanda cavab bizə verir 65. Gün cavab C variantı olur. İndi 82-ci suala baxaq. Yenə onluq say sistemində istəyir. 0, 1, 2 kimi nömrələsək 1, 0, 1 olur neçə? 4 üstə gəlir 5 olur. Üstə gəlirik 6A 8'i yenə 0, 1, 2 kimi nömrələsək 6A 8 16'lıqdan bərabərdir 0, 1, 2. Deməli 6'nı vururam 16'nın kvadratına. Üstə gəlirəm 10'u vururam 16 üstü 1'ə. Üstə gəlirəm 8 vur 16 üstü 0. Qalır indi bunu neyləmək? Hesablamaq. Deməli 6 vurulsun 256. Üstə gələk 160. Üstə gələk 8. Bərabərdir. 6'nı 256'ya vuranda deməli 1200, 300 elədi 1500, 1536. Üstə gəlirik 168'i. 4 yazırıq 1 yadda, 0 yazırıq 1 yadda, 7, bu da 1. Deməli cavab nə olur? 1704 olur. Mən haradasa səhv elədim görüm. Hə, yox, səhv eləməmişəm. Deməli bu ikinci ədədimiz oldu neçə? 1704 onluq say sistemində. Birinci də nə idi? 5 idi. İndi keçirik üçüncü ədədimizi çevirək. Üçüncü ədədimizi silək. Yazaq 1704. Aha. Üçüncü ədədimiz nədir? Üçüncü ədədimizdə 2, 3, 1, 8'lik say sistemindədir. 2, 3, 1, 8'likdə yenə 0, 1, 2 kimi nömrələsəm 2 vuraq 8'in kvadratı. Üstə gələk 3 vur 8, üstə gələk 1. Da bizə nə verir? 64'ü 2'yə vuranda 128, üstə gələk 24, üstə gələk 1. 152 ilə də 1'i toplayanda elədi 153. İndi bu aldığımız bu 3 dənə ədədi neyək? Cəmləyək. 1704'ün üstünə bir dənə 5'dir, biri 1704'dür, bir də 153'dür. 1704'ün üstünə 5 gələndə elədi 1709. Üstünə 153 toplasaq, 2 yazırıq, 1 yadda 6, 8, bu da 1. Deməli, cavab edir 1862. Baxaq növbəti sualımıza. 83-cü suala baxaq. Aha. 83-cü sualda nə verir? B16. B1, 6. 16'lıq say sistemindəki ədədi 8'lik say sisteminə çevirmək lazımdır. 16'lıqda 8'liyə çevirəndə nə edirdik? Hər birini tetradalarla əvəzləyirdik, yəni 4 bitlə ifadə edib 2'liyə çevirirdik. Sonra da 2'likdən 8'liyə çevirmək daha rahatdır. Deməli, biz 16'lıqdan 1 keçə bilirik 2'liyə, 2'likdən 8'liyə keçə bilərik və yaxud da 10'luğa keçib 10'luqdan 8'liyə keçə bilərik, amma 2'likdən keçmək daha sərfəlidir. B hərfi nədir? 11'dir. 11'i 1, 2, 4, 8 qaydasından götürsəm,
ikilik say sisteminə çevirəndə bir dənə 8, bir dənə 2, bir dənə 1. Deməli 1, 0, 1, 1 kimi yazırıq. Bir rəqəmini yazanda 3 dənə 0, 1. 6-nı göstərəndə 6 nədir? Bir dənə 4-dür, bir dənə 2-dir. Bunlar 0 olur. Deməli 0, 1, 1, 0. Aha, oldu ikilikdə. İndi mən bunu nə edirəm? Çevirirəm 8-liyə. 3, 3 qruplaşdırıram. Bərabərdir. 1, 0, 1 nə oldu? 5 oldu. Sonra 1, 0, 0 bu oldu 4. 0, 1, 0 bu 2 rəqəmidir. 1, 1, 0 da 6 rəqəmidir. Oldu 5, 4, 2, 6, 8'lik say sistemində. Bu da olur D variantı. 84-cü suala baxaq. Deməli 0, 1, 2, 3, A, B, C, D simvolları 8'lik say sistemi simvolları olarsa A və C rəqəmlərinin cəmini 16'lıq say sistemində ifadə edin. A və C. A rəqəmi nədir? 4-ün yerindədir. 4, 5, 6, 7. C rəqəmi neçənin yerində durub? 6'nın yerində durub. 4, 8'lik say sistemində. Üstə gələk 6, 8'lik say sistemində. Biz bunu 16'lığa çevirməliyik. Deməli 4 ilə 6 eləyir 8'likdə mən bunları cəmləsəm bizə neçə verir? 10 verir. 18'lik say sistemində 1, 2 kimi yazılır. Və indi mən 1, 2-ni 16'lığa çevirmək istəyirəm. 16'lıq say sistemində necə yazılır? Deməli 1-i ifadə eləsəm 0, 0, 1, 2-ni də 0, 1, 0 kimi ifadə edirəm. Və indi bunu 4, 4 ayırıram. Birinci rəqəm 0'dır. İkinci rəqəmim A-dır. Bu da elə bizə nə verir? A verir. Deməli, düzgün cavabım B variantı olur. 85-ci sualda yenə 8 dənə simvoldur. A və C rəqəmlərinin hasilini deyir. Yenə 4 ilə 6'nın hasili. 4 8'likdə vuraq 6 8'lik say sistemində. Elə 4 8'likdə 4-ə bərabərdir. 6 da 8'likdən 10'luğa keçəndə 6'ya bərabərdir. 4 dəfə 6 nə eləyir? 24 eləyir. Əgər 8'lik say sistemində mən bunları vursam, 24 8'lik say sistemində 3, 0 kimi yazılır. 10'luq say sistemində 24 kimi yazılır. Düzgün cavabımız nə olur? C variantı olur. Çünki bir rəqəmlə də dolanda mən bunu 8'likdən 10'luğa çevirəndə 4 vuraq 8 üstü 0 ilə ədədin özünə bərabər olur. Ona görə bu şəkildə yazırıq. İndi baxaq 86-cı sualımıza. 86-cı sualda nə verir? Bu say sistemində ilk 15 simvol bu şəkildə təsvir olunarsa mövqeyi say sisteminin əsasını müəyyən edin. Baxaq görək biz burada neçə dənə bir rəqəmlə ədədimiz varsa, artıq 2 rəqəmlər həmin rəqəmlərdən təkrar istifadə olunur. Düzdürmü? Neçə dənə bizim rəqəmimiz var? 0, 1, 2, 3. Bu da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, say sisteminin əsası neçədir? 9'dur. Çünki 9 dənə müxtəlif rəqəmimiz var burada. 87-də 0, 1, A, B, C, D olarsa mövqeyi say sisteminin rəqəmləri ilk 10 ədəd necə yazılır? Deməli, 0, 1, A, B, C, D yazılır. Bundan sonra nə olur? 2 rəqəmlilər gəlir. 2 rəqəmli yazılanda ilk rəqəm deməli 1 yazılır. Yenə arxasından davam edir. 1, 0, 1, 1, 1 A, 1 B, 1 C, 1 D, neçə hərf oldu, neçə simvol oldu? Biz neçəsini yazmalıyıq? İlk 10'lu 2, 4, 6, 8, 10. Elə 1 B-də dayanır. Deməli, ən sonuncu hansı olur? 1 B. O da 1, 0, deməli, düzgün cavabımız olur. D variantı. Aha, 88'ə baxırıq. Deyir, verilmiş cəmin hesablandığı say sisteminin əsasını müəyyən edin. Baxaq burada hardan baxırıq? Belə bir ifadə yazdım. 36 sual işarəsi 4, 5 ilə cəmləyirik nəyi? Sual işarəsi 6, 1, 2, yenə sual işarəsi. Nəticədə biz nə almışıq? 8, 7, 4, axırdadır 1, 3, 3 də əvvəldədir. Deməli, biz axtarırıq bu hesablama hansı say sistemində gedib. 5, üstdən nəsə gəlmişik. Sonu 4 ilə bitibsə,
Deməli, bizim aldığımız ədəddən bir yadda olub ki, bu 4 ədədi, bu 5-dən kiçik ədəddir. Deməli, bura 1 toplanır. Toplananda 1, 4, 2 eləyir 7. Bu hissədən tuta bilmirik. Keçirəm bu yana. Burada 1, 4, 2, 7 eləyir. Yadda yoxdur burada. Elə 7 də qalır. Mən 1-in üstünə neçə gəlsəm 8 eləyir. 7 gəlsəm. Keçirəm bu tərəfə. 6 ilə 6-yı toplayanda neçə eləyir? 12 eləyir. Amma biz burada nə yazmışıq? Burada heç bir yadda söhbəti yoxdur. Düzdür? 7 ilə 1, 8 eləyir. Burada 6 ilə 6-yı toplayanda nə eləyir bizə? 12 verir. Amma əslində biz nə ilə yazmışıq? 3 yazmışıq. Görək 12 hansı say sistemində? Deməli, burada da 1 yadda olub ki, 3 bura yazmışıq. 1, 3 kimi yazılır. Deməli, 1, 3-ü biz çevirəndə nə olur? 1 vur x, üstə gələk 3, bərabərdir 12-yə. X nəyə bərabər olur? 9-a. Deməli, hansı say sistemində aparılmış olur? 9-luq say sistemində aparılmış olur. Keçirik o 89-cu suala. 10-luq say sistemində verilmiş rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədədi ikilik say sistemində ifadə edin. Deməli, rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədəd 1, 0, 2-dir 10-luq say sistemində. Və bu ədədi ikilik say sisteminə çevirirəmsə, cürbəcür variantlarda çevirə bilərik. Ya 2-yə bölməklə və yaxud da orada 2-nin qüvvətlərini ayırmaqla. Məsələn, mən rahat gəlir qüvvətləri ayırmaq şəklində. 64, 32 eləyir 96. Deməli, bir dənə 4 qalır, bir dənə 2 qalır. İndi gəlirəm, bunları çevirirəm. 64 var, 32 var, 16 yoxdur, 8 yoxdur, 4 var, 2 var, bir dənədir yoxdur. Deməli, bu şəkildə göstərilir. 1, 1, 2 dənə 0, 2 dənə 1, bir dənə 0. Deməli, düzgün cavabımız hansı olur? D variantı olur. Gəlirik 90-cı suala. 90-cı və 91-ci suallar. Bunların hər ikisi nəyi soruşur? Deməli, 9-luq say sistemində hesablandığını bilərək sual işarəsinin yerində duran ədədlərin cəmini soruşur. Yəni, biz bunu biraz böyüdüm. Daha rahat görə bilək. Biz cəmi 10-luq say sistemində tapırıqsa, 9-luq say sistemində cəmləyirik, düzdür? Burada 5 üstünə nəsə gəlsəm, 9-luq say sistemində deməli, bu 1 yadda qalıb, 1, 4 kimi yazılıb, düzdür? 1, 4 kimi yazırıqsa, deməli, nə verir bizə? 1, 4, 9-luq say sistemində hansı ədədi verir? 9, üstə gəl 4, 13 verir. Deməli, 5-in üstünə neçə gəlsəm 13 eləyir, 8 gəlsəm. Burada deməli 8 durmalıdır ki, biz 9-luq say sistemində 10, 14 kimi yazaq. İndi keçirik bu tərəfə. 1, 4, 2 toplayanda 7 eləyir. Gəldik bura. Burada 1-dir. 1-in üstünə neçə toplasam 8 gəlir, 7 eləyir. 7-in üstünə 1 gələndə 8 olur. Geçdik 6 ilə 6 elədi 12. 9-luq say sistemində 12-ni bölürəm 9-a bərabərdir. 1 qalıq 3 qalır deyə necə yazılır? 1, 3 kimi yazılır. 3 yazıram 1 yadda. 1 ilə 3, 4. 4-ün üstünə nə gəlsəm 9-luq say sistemində biz onu 13 kimi yazarıq. 9-luq say sistemindəki 13, 10-luğa çevirəndə 9 üstə gəl 3 bizə nə verir? 12 verir. Deməli, burada neçə durmalıdır? 4-ün üstünə mən nə gəlsəm 12 eləyər, 8 gəlsəm. Deməli, burada duran ədəd 8-dir. Və bizdə buradakı ədədlərin cəmini soruşur. 8, 8, bir də 7. Bu ədədlərin cəmini 10-luq say sistemində tapınır. 8, üstə gəl 8, üstə gəl 7 və bizə verir 23. Deməli, düzgün cavabımız olur D variantı. İndi baxırıq 91-ci sualı. Verilmiş cəmin 8-lik say sistemində hesablandığını bilərək sual işarələrinin yerində duran ədədlərin cəmini 10-luq say sistemində tapın. Yenə eyni tip sualdır. Baxırıq nədir? 8-lik say sistemində bizim əməlimiz yerinə yetirilib. 5-in üstünə nə gəlsəm sonu 4-dən bitər. Yəni 8-lik say sistemində 1, 4 eləyirsə,
Bu bizdə nədir? 8 üstə gəl 4, 12-dir. Deməli, mən 5-in üstünə 7 gəlsəm 12 eləyir. 4 yazıram, 1 yadda. Üstündən 8 çıxıram, 4 qalır. 1 ilə 6, 7, 7 ilə 5, 12. 12-ni 8'lik say sistemində bayaq yazmışdıq. 1, 4 kimi yazırıq. 4 yazırıq 1 yadda. İndi 1, 4 eləyir 5. 5'in üstünə mən nə toplasam? 8'lik say sistemində 1, 4, yəni 10'luq say sistemində 12 eləyər. 5'in üstüne 7 toplasam 12 eləyir. 4 yazırıq bir yadda. 1, 5, 6 toplayanda 12 eləyir. 12'ni biz yazanda nə edirik? Yazırıq 4 yazırıq bir yadda. Çünki 8'e böləndə 8 çıxanda qalıq 4 qalır. Burada bir yadda. 1, 2 elədi 3. 3'ün üstünə 4 toplayanda eləyir neçə? 7. Deməli, boş yerdə duran rəqəmlər hansılardır? Bir dənə 4, bir dənə 7. Aşağıda bir dənə 7. Aşağıda nə var? Bir dənə 4 var. Bir dənə də 4 burada var. 3 dənə 4, 2 dənə 7. 12 ilə 14'ü toplayanda cavab eləyir 26. Düzgün cavabımız olur E variantı. 92-ci sualda nədir? 400 ədədindən 7'lik say sistemində əvvəl və sonra gələn ədədlər hansılardır? Bundan sonra gələn ədədi tapmaq rahatdır. Yəni mən bir 400'ün üstünə 1 gəlirəm 7'lik say sistemində. Elə alt-alta toplasam eləyir 4, 0, 1, 7'likdə. Əsas məsələ bundan əvvəl gələn hansıdır? 4, 0, 0'dan 1 çıxıram. Yəni bu ağ hissədə çıxaq ki, görünsün. 4, 0, 0'ın üzərindən 1 çıxıram 7'likdə. Aha, 0'dan 1 çıxamıram, nə edirəm? Gedirəm qonşuya. Qonşu da gedir, qonşudan gətirir. Amma indi burada bir şey var ki, biz buradan götürdüyümüzü nə götürür? Oradan 7 gətirir. O 7'nin də birini qonşuya verir, özündə 6 qalır. Və burada da, buradan gətirdiyi ədəd 7'dir. 7'dən 1 çıxıram, qalır 6. Burada 6, burada da 3. Deməli 3, 6, 6, bir də 401. Düzgün cavabımız olur C variantı. İkilik say sistemində ən kiçik 10 rəqəmli ədədin üzərinə 8'lik say sistemində rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədədi gəlib 10'luq say sistemində ifadə etsək, alınan ədədin rəqəmləri cəmi neçə olar? Deməli, nə edirik? İkilik say sistemində ən kiçik 10 rəqəmli ədəd 1, arxasında nədir? 9 dənə 0'dır. Deməli, bunun üzərinə 8'lik say sistemində rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədəd gəlir. Yəni, bu bizə nə verir? Əslində 2 üstü nə demək? 2 üstü 9'dur. Mən bunu 8'liyə çevirəndə elə 2'nin kubunun üstü 3 yazaq. 8'in kubu kimi yaza bilirəmmi? Bəli. 8'in kubu 10'luq ədədi 8'lik say sisteminə çevirəndə 1, arxasında 3 dənə 0 deməkdir. Oldu, mən birinci ələdim. İndi gəlirik ikinci. 8'lik say sistemində rəqəmləri fərqli, ən kiçik 3 rəqəmli ədəd nədir? 1, 0, 2, 8'lik say sistemində. Mən bunu 1, 0, 0, 0 bu ədədlə toplasam olur 1, 1, 0, 2, 8'lik say sistemində. Ədədi 10'luq say sistemində ifadə edirik. Bunları gəlib, toplayıb, indi 10'luq say sistemində çeviririk. 0, 1, 2, 3. Deməli, nə olur? 1 vuraq 8'in kubu. Üstə gəlinsin 1 vuraq 8'in kvadratı. Üstə gəlinsin 0 vur 8 üstü 1, üstə gələk 2. Nə verir? 512. Üstə gələk 64, üstə gələk 2. Və bərabər olur 576 ilə 2'ni toplayanda 578. Və bizdən nəyi soruşur? Alınan ədədin rəqəmlərinin cəmini. Yəni 5 üstə gəl 7, üstə gəl 8, bizə verir 20. Deməli, düzgün cavabımız nə olur? C variantı olur. 94-cü suala baxaq, hansı yazılış düzgün deyil? Baxaq, biz bilirik ki, Roma say sistemində 3 dənə, bu ümumiyyətlə 50'dir, 5'dir, 500 rəqəmləri, onlar yanaşı 2 dənə yanaşı gələ bilmir.
Çünki 2 dənə 5-imiz bizə 10 verir. 2 dənə 50 bizə 100 verir. Bu elə 100 rəqəmimiz olduğuna görə artıq bu yazılış elə düzgün variant deyil. Qalan hamısında düzgündür. Aha, bütün şərtləri ödəyir. 95-ci sualımızda nədir? Bu ədədin bu ifadənin doğru olduğu say sisteminin əsasını müəyyən edin. Bu nə edirik? Bu tip tənliklər olanda biz hamısını onluq say sisteminə çeviririk. 6, 7-ni çevirəndə onluq say sisteminə edir 6 vuruyub, üstə gəl 7. Üstə gəlsin 21 bərabərdir 76. Tənlik həll edirik. 6x bərabərdir 76-dan 28 çıxırıq. Deməli 48 qalır. X də bərabər olur 8-ə. Deməli düzgün cavabımız nə olur? 8 olur. Sonra 96-cı sualda nədir? ABCD hərfləri uyğun olaraq 1, 1, 1, 0 ədədləri ilə kodlaşdırılıb ACD simvollar ardıcıllığı. Deməli birinci gəlir bizdə A, ikinci B, bu C-dir, bu da D hərfləridir. Birinci A-nı yazırıq 1, 1. Arxasından C-ni yazırıq 0, 1-dir kodu. Sonra D hərfi gəlir 0, 0. Ən sonuncu da B hərfi gəlir, bunun da kodu 1, 0 idi. Aha, bu alınan ədədi 8-lik say sisteminə çeviririk. Nə edirik? 3, 3 qruplaşdırırıq. Birinci rəqəmimiz olur 1, 1, yəni 3 rəqəmi. İkinci oldu 0, 1, 0, bu oldu 2. Sonra yenə 0, 1, 0, bu da oldu 2. Deməli, düzgün cavabımız nə olur? B variantı olur. İndi 97-ci sualda bu ədəd açıq yazılış formasına əsasən ədədlə bağlı doğru mülahizələr seçmək lazımdır. Deməli, bu ədədin ikilik say sistemində yazılışı 6 rəqəmdən ibarətdir. Xeyr, bu yanlışdır. Çünki burada bizim ən böyük qüvvətimiz 6-dırsa, bu elə 1, arxasında 6 dənə 0 var deməkdir. Deməli, ədədimiz 7 rəqəmli ədəddir. Elə yazsaq da bu nə olur? Bax, 2 üstü 6 var. 2 üstü 5 yoxdur. 2 üstü 4 də yoxdur. 2 üstü 3 rəqəmi var. Deməli, 2-nin kvadratı yoxdur. 2 üstü 1 var. 2 üstü 0 da yoxdur. Deməli, bizim bu ədədimizi ikilik say sistemində ifadə eləsək bu şəkildə görünür. Yazılış neçə rəqəmdir? 6 dənə rəqəm, 7 dənə rəqəm. Deməli, birinci yanlışdır. Onluq say sistemindəki qarşılığı nəyə bərabərdir? 74-ə bərabərdir. Görək düzmü deyir? 64, üstə gələk 6, üstə gələk 2, bərabərdir 74-ə. 74-dürmü? Yox, 6 yox, 8. 8 üstə gələk 2, bərabərdir 74. Deməli, bu nədir? Düzgündür. Üçüncüyə baxırıq, ikilik say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından çoxdur. Bəli, baxırıq, 4 dənə bizim sıfırımız var, 3 dənə birimiz var. Deməli, sıfırların sayı birlərdən çoxdur, bu düzgündür. Tək ədəddirmi? Xeyr. Təkliyini, cütlüyünü necə bilirdik? Biz əgər say sisteminin əsası cütdürsə, onda baxırdıq sonuncu rəqəm. Sonuncu rəqəm cüt rəqəmdirsə, nəticə cütdür. Sonuncu rəqəm təkdirsə, nəticə tək. Bizdə burada say sisteminin əsası cütdür deyə, nəticə cütdür. Deməli, bu yanlışdır. Amma indi gəlin yenə qaydamıza, yadımıza salaq. Əgər say sisteminin əsası tək olarsa, ədədin içərisindəki tək rəqəmlərinin sayı təkdirsə, ədəd təkdir. Tək rəqəmlərin sayı cütdürsə, ədəd cütdür. İndi gəlib 5-ci mülahizəyə 16-lıq say sistemində 4, 1, 0 kimi yazılır. Çevirək 16-lıq say sisteminə görək düzmü deyir. 16-lıq say sisteminə çevirəndə birinci rəqəm 4-dür, ikinci A hərfidir. Deməli, bu nədir? Yanlışdır. 6-cıda deyir ki, 8-lik say sistemində 1, 1, 2 kimi ifadə olunur. İndi bu ədədi çevirək 8-lik say sisteminə, görək düzgünmü deyir. 8-liyə çevirəndə 3, 3 qruplaşdırıram. Deməli, birinci rəqəm 1-dir, ikinci rəqəm də 1-dir, üçüncü də 2-dir. Deməli, bu axırıncı nə oldu? Düzgün oldu. Onda bizə nə soruşur? Yanlış yoxsa doğru? Doğru mülahizələr seçirəm. Deməli, 2 doğrudur, 3 doğrudur, bir də 6 doğrudur. Düzgün cavabımız olur. E variantı. 98-ci sualda nə verir? Sinifdə bu qədər şagird var. Çevirsək bunu nə verir bizə? Əslində tək-tək belə çevirə də bilərik. Bu elə 15 vur 2, 30-dur.
və yaxud da 0, 1, 2, 4, 5 kimi nömrələsək, 2 üstü 5, 32, üstə gələk 16, üstə gələk, 0, 1, 2, 3, 4, niyə belə böyük alındı, 30 alınmalıdır. Çünki 15-i bir dəfə sürüşdürəndə 2 dəfə artmış olur. Deməli, olur 2 üstü 4, üstə gələk 2-nin kubu, üstə gələk 2-nin kvadratı, üstə gələk 2 üstü 1. Nə verir bizə? 16. Üstə gəl 8, üstə gələk 4, üstə gələk 1. Belədir 29. Deməli, sinifdə nədir? 29 şagird var. Qızların sayı, oğlanların sayından 1, 0 nədir? 1, 0 neçə dəfə çox olur? 2 dəfə çox olur. 1, 0, 2'li say sistemindən çevrəndə onluğa 0, 1 kimi yazsaq olur 2. Aha. Yəni 1 vur 2 üstü 1 eləyir. 2 dəfə çoxdur. Deməli, bizdən nəyi soruşur? Qızların sayını soruşur. Ben burada neyse səhv topladım. 16, 16. 1 yazmışam. Sonuncu dəfə 2 topluyordum. Aha, deyirəm bu 30 eləyir, amma 29 yazmışam. Aha, deməli, oğlanların sayı, bir də qızların sayı. Oğlanların sayı, qızların sayı oğlanların sayından neçə dəfə çoxdur? 2 dəfə çoxdur. Cəmi neçə uşaq var sinifdə? 30 uşaq var. Deməli, 3x bərabərdir 30-a, x bərabərdir 10-a. 10 nədir? Bizdə oğlanların sayı, amma bizdə nəyi soruşurdu? Qızların sayını soruşurdu. Deməli, qızların sayı neçə nəfərdir? 20 nəfərdir. İndi qalır məsələmiz nə? 20-ni ikilik say sistemində biz necə yazırıq? 20-ni istər bölməklə yazaq, istər də ki 16 üstə gələk 4 kimi yazaq. 16 2 üstü 4'dür, 4-də 2'nin kvadratıdır. Deməli, 2 üstü 4 mərtəbəsini yazıram. 2'nin kubu yoxdur. 2'nin kvadratı 1'dir. 2'nin üstü 1 yoxdur. 2'nin üstü 0 da yoxdur. Deməli, cavabımız olur bu şəkildə. 1, 0, 1, 0, 0 düzgün cavabımız olur. A variantı. 99-cu sualda 16'lıq say sistemindəki ən böyük 3 rəqəmli ədədlə ən kiçik 4 rəqəmli ədəd arasında olan fərqi müəyyən edin. 16'lıq say sistemində ən böyük 3 rəqəmli ədəd nədir? 3 dənə F hərfidir. 3 dənə F hərfi. Aha, ən kiçik 4 rəqəmli ədəd 1 arxasında 3 dənə 0 deməkdir. Və bizdən deyir, bunların arasındakı fərq nə qədərdir? Bunların arasındakı fərq təbii ki 1 olur. Çünki mən elə bunun üstünə 1 gələndə hamısı sıfırlanır, bir qarşıya gedir. İstər də çıxaq alt-alta, görək nə edir. Sıfırdan ev çıxamıram, gedirəm qonşuya, bu da bu qonşuya, bu da bu qonşuya gedir. Bu qonşudan gələn nə gəlir bizə? Bu buradan 16 alır, birini qonşuya verir, özündə 15 qalır. Burada nədir? 16 ötürür, bu özündən 16 ötürür. 16'dan nə çıxıram? 15 çıxıram, qalır nə? 1. Sonra burada neçə qalıb? 15 qalıb. 15'dən 15, 0. 15'dən 15, 0. Burada da nə qalmışdı? 0 qalmışdı. Elə düzgün cavabımız nə olur? 1 olur. Deməli, cavab B variantı olur. Aha, indi nədir? 97 onluq ədədi hansı say sistemdə 3, 4, 2'yə bərabərdir? Bunu elə tənlik kimi də yaza bilərik. Aha. 97 onluqda bərabərdir 3, 4, 2, x əsaslı say sistemində. Bunun üzərinə 0, 1, 2 yazıram. Deməli, nə yazırıq? 3 vuraq x kvadrat, üstə gələk 4 vuraq x üstü 1, üstə gələk 2 vuraq x üstü 0. Bərabər nəyə? 97'yə. Aha. Deməli, kvadrat tənliyimizi həll eləsək, çıxılsın 95, bərabərdir 0. İndi qalır bu tənliyi həll eləmək. Diskriminantımız nəyə bərabərdir? 16 üstə gəlinsin. Deməli, 95'i vuraq 12'yə. 950 ilə 190'ı toplasaq. 950 ilə 190. 1140 eləyir. 1140 ilə də 16, 1156. İndi görə 1156 nəyin kvadratıdır? 1156 yəqin ki 26'nın kvadratı mı olacaq? Yox, 25'in kvadratı 1225'dir.
Neyse səhv mi hesabladım? 95'i vuranda 12'ye. 190, 95. 0, 4, 1 yadda. 1140 düzdür. 1156. Deməli 32'nin kvadratı 1024'dür. 34'ün kvadratı verir yəqin ki. 34'ün kvadratı görək nə verir? 34'ün. Deməli 4 dəfə 4 16 bir yadda. 4 dəfə 3 12. 13 da 90 102. 1156. Bəli 34'ün kvadratıdır. Deməli x birimiz nəyə bərabər olur? 6'da mənfi 4 üstə gələk. 34 olur. 30 bölək 6 bərabər olur 5'e. X ikimizdə mənfi ədəd olur deyə bizə mənfi maraqlı deyil. Elə nə tapırıq? 5 tapırıq. Deməli hansı say sistemində? 5'lik say sistemində düzgün cavabımız nə olur? C variantı olur. Bunu belə uzatmayıb daha qısa yolla necə eləyə bilərik? Daha qısa yolla. Deməli 97'ni mən nə edirəm? Hansısa say sisteminə çevirəndə sonuncu rəqəm 2 qalırsa, deməli biz həmin say sisteminə çevirəndə qalıq nə qalır? 2 qalır. Yəni 97'nin üstündən 2 çıxıram, qalır 95. Və 95'in bölənlərinə baxıram. 95'in bölənləri nədir? Biri 5'dir, biri də 19'dur. Deməli, say sisteminin əsası ya 5'dir, ya 19'dur, ya 95'in özü olmalıdır. Burada olan cavablardan hansıdır? 5'dir. Deməli, düzgün cavabımız C variantıdır. Yəni, belə də yaxınlaşa bilərik. Tənlik də qura bilərik. Sonra, baxaq 101-ci sualda nədir? Deməli, tənliyin deyir, sol tərəfi onluq say sistemində ifadə olunub, sağ tərəfi hansı say sistemində ifadə olunmuş olar? 23 ilə 26'yı toplayanda 49 eləyir. 49 bərabərdir 1, 0, 0 əsaslı say sistemində. Biz də bunu 0, 1, 2 kimi yazsaq, bərabər olur 1 vuraq x-in kvadratı. Deməli, x kvadratı 49'dursa, x-imiz nədir? 7'yə bərabərdir. Düzgün cavab D bəndə olur. 102-ci suala baxaq. 32'nin kubu onluq ədədini onluq say sistemində ifadə edəndə ilk rəqəm neçə olar? Bunu elə 32'ni mən yazıram. 2'nin üstü 5, üstündə 3. Eləyir 2'nin üstü 15. 16'lıq say sisteminə çevirəndə nə edirəm? Burada 2'nin üstü 4'ə bölürəm da. 2 üstü 4'ü. 15'in içərisində neçə dənə 4 var? 3 dənə. 3 dəfə 4'ü 12. Qalıq qalır 2'nin kubu. Deməli olur nə? 8 vuraq 16'nın kubu. Bu da 16'lıq say sistemində 8 arxasında 3 dənə 0 deməkdir. Deməli ilk rəqəmimiz nə olur? 8 olur. Olur A variantı. Keçək 103-cü sualımıza. Deməli onluq say sistemində bu şərti ödəyən neçə natural ədəd var? Deməli birinci baxırıq. X-in sol tərəfində dayanan ədəd hansıdır? 17, 8'likdə. Mən bunu onluğa çevirəndə olur 1 vur 8, üstə gəl 7, 15. Deməli, x 15'dən böyükdür. 7, 6, 8'lik say sistemindən çevirəndə onluğa 7 vur 8, üstə gəl 6, eləyir 62. 62'dən nədir? Kiçikdir. İndi burada neçə natural ədəd var? Əslində bunu qayda kimi belə eləyə bilərik. Əgər A, B heç biri daxil deyilsə, buradakı ədədlərin sayını tapanda 5 çıxa-çıx 1'dir. Əgər biri daxildirsə, biri daxil deyilsə, onda 5 çıxağadır. Yox, hər ikisi daxildirsə, B çıxısına üstə gəlinsin 1 kimi hesablanır. Hər ikisi daxildirsə, B çıxaq A üstə gələk 1 kimi. Amma bunların belə çox qarışıq, uzun-uzadı əzbərləməmək üçün ən rahatı bir dənə üsul əzbərləyin. Yəni bir dənə ki, bura daxil olan mən ən kiçik tapıram. Bir də ən böyüyü tapıram. Ən böyükdən çıxıram ən kiçiyi, üstə 1 gəlirəm. Burada olur buradakı tam ədədlərin sayı. İndi bizdə hamısı naturaldır deyə. 15'dən böyük ən kiçik hansıdır? 16'dır. 62'dən kiçik ən böyük hansıdır? 61'dir.
Deməli, buradakı natural ədədlərin sayını tapanda 61-dən çıxıram 16-na, üstə 1 gəlirəm. Deməli, bu da eləyir 46. Aha, düzgün cavabım olur B variantı. İndi ikinciyə baxıram. Nədir? 8, 3, 16-lıqda. Yəni 104-cü çalışmada. 8, 3, 16-lıqdan bərabər olur. 8 vur 16 üstü gələk 3. Bu da 128 ilə 3'ü toplayanda oldu 131. İkinci ədədimizi çevirsək 105 16'lıqdan 0, 1, 2 kimi yazsaq 1 vur 16'nın kvadratı üstü gələk 5. 256 ilə 5 toplayanda olur 261. İndi burada x'in qiyməti harda dəyişir? 131-dən böyük, 261-dən kiçik və yaxud da bərabər. Deməli, buradakı ən kiçik ədəd hansıdır? Elə ədəd oxunda da qeyd edə bilərik. 131-in özü daxil deyil, amma 261-in özü daxildir. Deməli, mən nə götürürəm? Ən kiçik buradakı ədəd 132-dir. Ən böyük də 261-dir. 261-dən çıxıram 132-ni, üstə 1 gəlirəm. Bu da 262'den 132 çıxanda qalır 130. Deməli, düzgün cavabımız olur C variantı. Baxaq 105-ci sualımıza. Deməli, yenə eyni tipdir. Bunların hamısı həmin tip suallardır. Baxaq 1, 0, bu bizə nə verir? 0, 1, 2, 3, 4. Deməli, 16 üstə gəlinsin 7. Elədi 23. 23 kiçik bərabərdir x-dan. Bu da kiçik bərabərdir. Bu da neçə eləyir? 30 eləyir. Deməli, buradakı ən böyükdən çıxıram. Ən kiçiyi üstə 1 gəlirəm. O da eləyir 8. Düzgün cavab E variantı olur. 106-cı sualda yenə x böyük bərabərdir, kiçik bərabərdir. 3, 2, 8-likdən nə verir? 3 vur 8, 24. Üstünə gəlinsin 2. Olur 26. 0-dan 1 kimi yazsaq, 10 vur 16, 160. Üstə də 2 gələndə 162. İndi nə edirəm? Yenə 162-dən çıxıram 26-nı, üstə 1 gəlirəm. 162-dən 26 çıxanda qalır 6. Burada da 3. 136. 136'nın üstə 1 gələndə olur 137. Düzgün cavab C variantı olur. 107-ci sualda nədir? X böyükdür, kiçikdir. 2, 2, 16'lıqda 0, 1 yazsam, 32 ilə 2 elədi 34. Bu da 5'i vururam 8'e üstə 6 gəlirəm, eləyir 46. Buradakı ən kiçik ədəd 35'dir, ən böyük neçədir? 45'dir. Deməli, 45'dən çıxıram 35 üstə 1 gəlirəm, eləyir 11 dənə ədəd. 108-ci sualda nədir? Deməli, x böyük bərabərdir, kiçik bərabərdir. Bu 3 elədi. 0, 1, 2, 3, 4. 16 ilə 3'ü toplayanda 19'dan böyük bərabərdir. Sağ tərəfə də baxıram 0, 1 kimi yazsam. 3 vur 8, 24. Üstə 6 gəlirəm, 30. Deməli, burada ən böyük 30'dur, ən kiçik